Baxın, bu videoda əvvəldə dediyim sosial eksperimentin müasir forması keçirilir. Diş həkiminə gələn xanım bilmir ki, içəridəkilər hamısı aktyordur və hər dəfə qəribə bir zəng səsi gəlir və insanlar ayağa qalxır. Bu hadisə 3 dəfə təkrarlanandan sonra xanım da hamı kimi hər dəfə zəng səsi gələndə ayağa qalxır. Amma bilmir niyə qalxır, nə üçün qalxır, mənasız bir şeyi qayda olaraq qəbul edir. Daha sonra adamlar zalı bir-bir tərk edir və içəridə heç kəs qalmayanda belə xanım sistemin qaydalarına uyur. Belə deyək, artıq özü bir agentə çevrilir. Və bugünkü cəmiyyətin böyük hissəsi bu qəlibləşmiş, proqramlaşmış, küt insanlardan ibarətdir. Və bu proqramlaşmış insanlara həqiqəti söyləməyin bir xeyri yoxdur. Çünki onu anlayacaq təfəkkürdə deyirlər.